arxadan gələn maşın vurub onlara keçir. Burada sakinlərin həyatı təhlükədədir. İşıqlanma yoxdur. İkincide geri çıxışı buradan qoysunlar. Kalyaska ilə keçə bilmir. Hacı Zeynalabdin Tağıyev qəsəbəsidir. Burada sakinlərin həyatı təhlükədədir. Ərazidə işıq dirəkləri olsa da təəssüflər olsun ki, burada işıqlar bu dirəklər qurulandan sonra cəmi bir ay yandı. Ondan sonra bax belə küçə qaranlıqdır. Betonlar hamısı ayrı-ayrı belə aralı qoyulub. Olan hər birinin arasından istənilən vaxt vətəndaşlar o yana keçir, bu yana keçir. Sürücülər üçün demək olar ki, bu sürprizdir. Ölümlə nəticələnən hadisələr olub. Gecə vaxtı cəmaatın burada anası bacısı gedir, avtobusdan düşürlər, keçirlər. Nə işıqlandırma, onda heç qabağının arxasını görmürlər. Arxadan gələn maşın vurub onlara keçir. Bu işıqları yalan doğru bəlkə 2 ildir qoyublar. Biz bunu 1-2 ay olar ki, işıqlandırmanı görmüşük. Ondan sonra işıqlandırma olmayıb. Ərazidə piyada keçidi var. Amma təəssüflər olsun ki, bu piyadalar üçün o qədər də əlçatan deyil. Təsəvvür edin, burada uşaqlı anam araba ilə keçmək istəyir. Və belə olanda arakəsmə betonun onların qarşısında mane yaratmasıdır. Qardaş, o günləri qadın xeylağı gəlib, gəlin xeylağı rayondan gəlib. Oradan keçməyə kalyaska ilə keçə bilmir. Mənə deyir, dayı, gəl köməklə kalyaskanı keçirmək. Bir dənə ara qoymayıb keçməyə. Bütün aralar da açıqdır, qadın, kişi, uşaq keçir, görürsənmi? Uşaq o betonun arasından keçəndə şoför görmür. Bu bizim dədə-baba qəsəbəyə giriş-çıxış yolumuzdur. Buranı bağlayıblar. 4 kilometr qabağa gedib dönüb gəlmək lazımdır. Orada da elə bir şərait yaradıblar ki, yerdə belə mellə bir dənə dairə çəkiblər. Gedəndə görünmür ki, orada elə bir dairə var. Çatandan sonra görürsən. Bakıya getmək istəyən 3-4 kilometr qabağa gedib, oradan qayıdıb gəlməlidir. Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən yolun hərəkət hissəsində betonların aralı qoyulması, piyada keçidində uşaq və əlil arabasından istifadə edənlərə arakəsmənin mane yaratması sualına cavab olaraq bildirildi ki, bu problemi həll etmək üçün digər qurumların birgə razılığı lazımdır. O ki, qaldı yolun qaranlıq olmasına, işıqlandırma sistemində problem yaranıb. Əraziyə baxış keçirilib və nasazlıq müəyyən edilib. Bununla bağlı aidiyyəti üzrə məlumat da verilib. Yaxın müddətdə problemin aradan qaldırılması istiqamətində işlərə başlanılacaq. İndi qurumların razılığı lazımdır deyəndə, qurumların biri Afrikada, biri Amerikada, biri nə bilim Norveçdə oturmur ki, hamımız bir ölkədəyik də, bütün qurumların bir-biri ilə əlaqə yaratması üçün kommunikasiya vasitələri var. Nə çətin məsələdir ki, oturub bir məsləhət məşvərət edib bu problemlərə həll tapasınız. Kim gətirməlidir sizi bir araya? Əgər bir-birinizi tapa bilmirsinizsə, biz sizi dəvət edək, burada razılığa